Hər kəs zəngin olmaq istəyir və bunun üçün çalışır. Sadəcə əsl zənginliyin nə olmasını hamı düzgün dəyərləndirə bilmir. Çoxları elə düşünür ki, pulun çoxdursa, zənginsən. Əslində isə elə deyil. Bəzən elə olur ki, insanın var dövlətinin çox olması onun bədbəxtçiliyinin, yolunu azmasının və uçuruma doğru getməsinə səbəb olur. Bəs əsl zənginlik nədir? Əbu Hüreyrə radiyallahu anhudan nəql olunan Həsən isnadlı hədisdə Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, İrda bimə qasamallahu ləkə təkun əğnən nəs. Allahın sənin üçün böldüyündən razı qal, insanların ən zəngini olarsan. Bil ki, mal dövlət bir imtihandır və Allah hər zaman mal dövləti sevdiyi bəndəsinə vermir. Böyük İslam alimi İbn-i Qayyim rahiməhullah deyir ki, Allah sevdiyi və öz dərgahında dəyərli olan mömin qulunu ən kiçik bir büdrəmə və ya səhvinə görə tərbiyə edir. Beləcə o, daim ayıq-sayıq və ehtiyatlı olur. Allahın nəzərində dəyərini itirmiş, əhəmiyyətsiz bir kimsəni isə günahları ilə baş-başa buraxır. O, hər dəfə bir günah iş gördükdə Allah ona yeni bir nemət bəxş edir. Aldanmış insan elə zənn edir ki, bunun səbəbi Allahın ona olan ikramı və sevgisidir. Halbuki bilmir ki, bu əslində Allahın onu alçaltmasının özüdür. Ona görə də heç vaxt qəmgin və ümidsiz olma. Bil ki, Allah sənin üçün nə xeyirlidirsə onu verir. Allahın verdiyindən razı qal, üsyan etmə. Başına bir bəla, müsibət, imtahan gəldikdə dərhal düşün ki, bu Allahın qədəridir. Rahat ol. Belə etsən, bunun ardınca rəhmət qapıları sənin üzünə açılacaq. Başqalarının daha zəngin olması barədə düşünmə. Qəlbini həsəd, kin və paxıllıqdan təmizlə. Allahın sənə bəxş etdiyi nemətlər barədə düşün. Bu zaman rahat və xoşbəxt həyat sürəcəksən. Başqalarının mal dövləti və pulu barədə düşünsən isə qəlbin sıxılıb daralacaq və sən əsla xoşbəxt ola bilməyəcəksən.